insanlar, hörmətli insanlar, Azərbaycan mədəniyyətini, Azərbaycan teatrını təbliğ edən gözəl insanlar. Mən hamınızı ürəkdən təbrik edirəm. Bunu xüsusi qeyd edeyim ki, biz hər il Milli Mətbuat və Jurnalistika gününü qeyd edirik. Amma bugünkü bizim görüşümüz xüsusidir. Yəni, bu günləri məhz teatrlarda çalışan o mətbuat işçiləri, jurnalistlər, bax, bu günləri sizləri dəvət eləmişik. Çünki sizin sözün əsl mənasında zəhmətiniz çox böyükdür. Azərbaycan mədəniyyətini, Azərbaycan teatr sənətini təbliğ edən insanlar sizsiniz. İttifaq həmişə çalışır ki, dost tapsın. Birinci də özü dost olur. Elə həyatda da o cürdə. Əgər sən istəyirsən ki, sənin dostun olsun, sən həmişə dostuna, necə deyərlər, sadiq olursan, onunla münasibətləri düz qurursan. Ona görə də burada əyləşənlər əlbəttə mətbuat katibləri var, teatrların, onların necə ağır iş olduğunu mən şəxsən bilirəm, necə deyirlər, onları duyuram. Çünki hər bir tamaşanı reklam etmək, hər bir tamaşanı bir müvafiq o sahiblərə çağırmaq, hər bir o sahiblərin gəlməyi sizin hər birinizin nə cür çətin, necə deyirlər, zəhmətiz və bəhrəsində öz bəhrəsini verir. Ona görə də mən bir daha sizin hər biriniz bir dost kimi, İttifaqın dostu kimi alqışlayıram, sizə can sağlarım. Ona görə də istəyirəm, təltiflərə keçək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Aygün Süleymanova. Akademik Milli Musikili Tiyatrı'nda, musikili tiyatro da demək olar, musikili komediya tiyatrı demək olar, indi onu hamınız bilirsiniz. Mətbuat katibi Fəridə xanım, Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi Turan Etibaroğlu. Gəl mənim etibarlı balam, gəl. O da təbrik edərsən, səni də təbrik edirəm. Şuşa Dövlət Musikili Dram Teatrının mətbuat katibi Səkinə xanım Məlikova. Füzuli Dövlət Dram Teatrının menecer mətbuat katibi Səbuhi Vəliyev. Dövlət Teatrının mətbuat katibi Suray Ömərova. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sosial media üzrə meneceri Gülnar Həsənova. İncəsənətin tərəqqisinə dəstək, İctimai Birliyin sədri Turanə xanım Orucova. İncəsənətin tərəqqisinə dəstək İctimai Birliyinin
Mətbuat günü əsr olmuş tədbirdə fəal iştirakına görə Nəzrin xanım Manzırlı təltif olunur. Lənkəran Dövlət Dram Teatrının marketinq üzrə mütəxəssisi Şəhriyar Camalbəyli. Azərbaycan Dövlət Kukla Teatrının strategiya və kommunikasiya şöbəsinin müdiri Həmidə xanım Rüstəmova. Bakı Bələdiyyə Teatrının ədəbi dram hissəsinin rəhbəri Ulduzə Quliyeva. Sevincindən eğitilib. Gəncə Dövlət Kukla Teatrının quruluşu rejissoru Şamil Məmmədli. Gəncə Dövlət Milli Dram Teatrının repertuar və dramaturgiya üzrə mütəxəssisi Anar qardaşım Gürcəliyev. Mətbuatın günü ilə əlaqədar incəsənətin tərəqqisinə dəstək İctimai Birliyi onları da təbrik edib, təşəkkürnamə. Əmran, Olaşan və Abi. Keçin qabına almışlar. Mən də sizin hamınızı bu əlamətdar gün münasibəti ilə, Azərbaycan Milli Mətbuatı günü münasibəti ilə təbrik edirəm. Siz bilirsiniz, bayaq da yaddaş lentində baxdınız. Biz hər il bu məqamda ümumiyyətlə teatrdan, mədəniyyətdən yazan jurnalistləri dəvət edirdik, təbrik edirdik onları. Bu il bizim Teatr Xadimləri İttifaqının rəhbərliyi belə qərara gəldi ki, yalnız teatrda çalışan, teatrın təbliği ilə məşğul olan, teatrda baş verənləri mətbuata çıxardan insanları, yəni əgər belə demək mümkünsə özümüzünküləri dəvət eləyək, onları təbrik eləyək. Xoş gəlmişsiniz bugünkü gündə bizim Teatr Xadimləri İttifaqına. Hamınızı təbrik eləyirəm öz adımdan, ittifaqımızın rəhbərliyi adından. Həmişə qapılarımız sizin üzünüzə açıqdır və nə imkanınız var teatrdan yazın. Teatrı təbliğ eləyin. Yaşasın Azərbaycan teatrı. Qusar Dövlət Ləzgi Dram Teatrının menecer marketingi üzrə mütəxəssisi Kəmalə Qədimova. Qax Dövlət Kukla Teatrının menecer marketing üzrə mütəxəssisi Cavidan İsadı.
üzrlü səbəbdən iştirak edə bilmir. Mən teatrın rəhbəri kimi özümə borc bildim ki, sizin bu gözəl gününüzdə gəlmişsiniz, təbrik edeyim. Bu çətin, məsuliyyətli işi seçdiyiniz üçün sizə mən əslində həsəd aparıram və sizə uğurlar arzulayıram, dözüm arzulayıram. Kollektivimiz adından sizin bu gözəl gününüz münasibətinə hər birinizi təbrik edirəm. Çox sağ ol. Lap azab eləyib gəlmişsən, xoş gəldin. Siz də sağ olun. Qax Dövlət Gürcü Dram Teatrının əməkdaşı Rimma Papiaşvili. Ben bunu gözleyeyim. Mingəçevir Dövlət Dram Teatrının əməkdaşı Gülnar İsmailova. Ağdam Dövlət Dram Teatrının repertuar və dramaturgiya üzrə mütəxəssisi Abil İsmailov. İncəsənətin tərəqqisinə dəstək İctimai Birliyi Mətbuat Günü münasibəti ilə təşkil olunmuş tədbirdə fəal iştirakına görə Aydan Həmzəyevanı təşəkkürnamə ilə təltif edir. Mən də onu təqdim edirəm Aydan. İndi isə şəkil çəkdirir. Qazax Dövlət Dram Teatrının menecer layihələr üzrə mütəxəssisi Hikmət Carçiyev. Şəki Dövlət Dram Teatrının repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova. Naxçıvan Dövlət Milli Dram Teatrının ədəbi dram hissəsinin müdiri Fəridə xanım Əliyeva. Teatr sənətinin təbliğ olunmasında uğurlu fəaliyyətinə görə təltif olunub. İttifaqın sədri Hacı İsmail. Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov. Biz ürəkdən almışıq. Yalnız az bir müddətdə Səyyad müəllim o teatrı necə yuxarılara qaldırıb, hansı səviyyəyə qaldırıb, eşq olsun sizə. Mən sizə ürəkdən təşəkkür edirəm, ürəkdən sizi təbrik edirəm və bu fəxri fərmanı da sizə təqdim edirəm. Dəyərli sənət adamları, dəyərli teatr sevərlər, hər birinizi Naxçıvan Dövlət Kukla Teatrının adından salamlayıram. Bilirsiniz ki, həqiqətən bölgələrdə fəaliyyət göstərmək bir balaca çətindir, amma biz sizlərin dəstəyini gördüksə və sizlərdən o motivasiyanı aldıqsa, bizim dəyərli sənətkarlarımızdan o ruhu aldıqsa çalışırıq ki, teatrlarımızı yaxşı şəkildə təbliğ edək. Çünki teatr ümumi anlayışdır və biz hər birimiz Azərbaycan mədəniyyətinə xidmət edirik. Mən öz adımdan, kollektiviniz adından hər birinizə öz sahələrinizdə uğurlar arzu edirəm və yaşasın Azərbaycan teatrı, yaşasın Azərbaycan mədəniyyəti. Çox sağ olun. İrəvan Azərbaycan Dövlət Teatrının əməkdaşı Şəbnəm Xeyrullah teatr sənətinin təbliğ olunmasında uğurlu fəaliyyətinə görə təltif olunur. Mən sizi ürəkdən təşəkkür edirəm. Şuşa Dövlət Musiqili Dram Teatrının repertuar
və dramaturgiya üzrə mütəxəssisi Xəqani Əliyev. Təbrik edirəm və icazə ver, bu təşəkkürnaməni sənə təqdim edeyim. Deməli, incəsənətin tərəqqisinə dəstək İctimai Birliyi Mətbuat gününə həsr olunmuş tədbirdə fəal iştirakına görə erkən mübariz oldu. Bir ürəklə aldı. Azərbaycan Dövlət Pantomim Teatrının əməkdaşı Ləman Əlibəyov. Adətən teatrda çalışanları, ömrün həyatını teatr sənətinə həsr edən fəal insanları görəndə adam çox sevinir, inanın mənə. Və bugün bizim bu tədbirimizdə deməli Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov. Çok sağ olun. Sağ olun. Təbrik etsin. Çok sağ ol. Çok sağ ol. Kızımızın hörüyünə də fikir verin, görün nə tərbiyyə. Çok güzel aktördür, çok karakterik aktördür. Her barədə bir insan kimi, bir dost kimi, bir yoldaş kimi rollarıyla seçilen Aslan Şirin Eyler. Şirinov Aslan Adiloğlu tiyatr fədaisiyle təltif olun. Öncə təşəkkür edirəm. Doğrudan da mənə xoşdur ki, bugün mətbuat işçiləri ilə bir gündə bayram qeyd edirəm. Və mən bütün mətbuat işçilərinə bu ağır işlərində, məsuliyyətli işlərində uğurlar arzulayıram və müəllimlərimi salamlayıram. Təşəkkür edirəm hər kəsə. Mən sizləri bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Biz ayın 20-sini ona görə salmışıq ki, sabah yox birisi gündür mətbuat günü. Amma ola bilər, sabah da sizi dəvət eləsinlər, biri gündə harasa dəvət eləsinlər. Ona görə sizi yormadan 20-sini salmışıq. Hər birinizə uğurlar arzu edirik. Qələminiz iti olsun, fikirləriniz gözəl olsun, xalqımıza xeyri olsun, mədəniyyətimizə bərkiyat edin. Gəlin gözəl bir hamımız kollektiv.